Qax su meliorasiya sistemlərinin istismar idarəsi tərəfindən Qax rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin normalara uyğun suvarılması davam edir. Əkinçiliyin inkişafı kənd təsərrüfatı məhsullarından bol məhsul əldə edilməsi ilə bağlı 377 kilometrdən artıq uzunluqdakı əsas və təsərrüfat daxili kanallarda ilin əvvəlindən etibarən Qaysarlı, Kazbek, Şotavar, Ağyerlər, Qax, İngiloy, Əmircan, Meşəbaş, Qapıçay, Qorağan kanallarında texniki vasitələrlə lildən və kölkosdan təmizlənmə işləri görülüb, suların maneəsiz şəkildə axını təmin edilib. Bu ilin növbəti ayları ərzində su itkisinin qarşısının alınması, suvarma sularının yaxşılaşdırılması məqsədilə əsaslı təmir hesabına Cəlayir kanalının 1500 pagon metr, Almalı kanalının 250 pagon metr hissəsi beton üzlüyə alınacaq. Almalı kanalında idarəmiz tərəfindən kanalın lildən təmizlənmə işi davam edir. İçməli suya əhalinin tələbatını ödəmək üçün içməli su xətlərinin, su kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Eyni zamanda texniki şərtlərin vaxtı-vaxtında icrasını yerinə yetirilməsi təmin edilir. Son vaxtlarda yağan aramsız yağışlar nəticəsində rayonun bir sıra çaylarında sel xarakterli suların axını müşahidə olunub. Həmin ərazilərə idarənin texnikaları cəlb edilərək həmin hissələrdə qabaqlayıcı tədbirlərin aparılması işlərinə başlanılıb. Sel sularının əkin sahələrinə girmə riski olan hissələrdə torpaq bəndlər möhkəmləndirilib. Bu il əsaslı təmir hesabına Kürmük çayının sağ sahilində Əlibəyli kəndinin sel sularından mühafizəsi məqsədi ilə 150 pagon metr daş beton bəndin təmir tikintisi nəzərdə tutulub. Yaxın vaxtlarda təmir tikinti işlərinə başlanılacaq. Kürmük çayda, Zərnə çayda, Ağ çayda, Qum və Zərnə çaylarında suyun səviyyəsi artmış və çaylara sel gəlmişdir. Sel suları daş beton bəndlərə, qabyon bəndlərə xeyli ziyan vurmuş, qum çıngıl dambalarını yub aparmışdır. Dəymiş ziyanın aradan qaldırılması üçün idarəmiz tərəfindən, Qax su meliorasiya sistemləri istismarı idarəsi tərəfindən texnikalar işə cəlb olunmuşdur. Hal-hazırda Sügət çayda, Zərnə çayda, Kürmük çayında sahil bərkitmə işləri və məcra təmizləmə işləri davam etdirilir. Hal-hazırda biz Əlibəyli kənd ərazisində Kürmük çayının sağ sahilində yerləşirik. Burada məcra təmizləmə işləri idarəmiz tərəfindən həyata keçirilir. Qeyd edək ki, rayonun içməli suya olan tələbatının ödənilməsində və yeni tikilmiş yaşayış yerlərinə texniki şərt əsasında su xətlərinin çəkilişi, sayğacsız abonentlərə yeni sayğacların quraşdırılması işləri uğurlu şəkildə aparılıb və bu işlər davam edir.